dostlar videomuza. Başladığınız Yer dostlar. kürəsindəki bəzi ərazilər öz nadir, möhtəşəm və görkəmli Bakın relyefləri ilə təbiətə var, gör nə seçilirlər. gözəldir. Bu ərazilər insanların diqqətini çəkdiyinə görə bəzi insanlar burada özləri üçün yaşayış Evləri məskənləri var, şeylərin salıblar. qırağında, qayanın Bugünkü qırağında videomuzda yadında var dünyada qəşəng. insanların yaşadığı ən qəribə 8 yer haqqında olacaq. İspaniya ilə başlayırıq. Setenil de las İspaniya Bodegas başladı. İspaniyanın cənubunda yerləşən və qayalara bürünmüş kiçik bir qəsəbədir. Bu isə o deməkdir ki, buradakı insanlar demək olar ki, bir qaya altında yaşayırlar. Əhalisi 2700 Qayanın nəfərdən altında biraz yaşayan çox olan bu insanlar. qəsəbədə evlər tamamilə ağ rəngə boyanmışdır. olmaz. Setenil de las Bodegas şəhərinin bir hissəsi yalnız böyük bir qayanın altındadır. Bu baxımdan hər il minlərlə turist bu şəhəri ziyarət edir. Bəzi insanlar bu mənzərədən qorxsalar da, ancaq şəhər tam təhlükəsiz bir şəkildə Biraz salınır. qorxuldu, biraz da qəşəngdir. Mənzərə olaraq qəşəng. Rossana monastırı bir çox Hollywood filmlərdəki mənzərələrə oxşayır. görün, nə Yunanistanın Tessali gözəldir. şəhərində yerləşən bu monastırın təxminən 10-cu əsrə aid olduğu güman edilir. Monastır Zepatranın 10-cu 5 əsrə kilometr aiddir. cənubunda və Kalkamba şəhərinin 21 kilometr cənubunda 600 Kalkamba metr şəhəri. hündürlükdə yerləşir. Bu monastırın yerləşdiyi Görün, nə qayalara 20 gözəldir. milyon il əvvəl suyun çəkilməsi nəticəsində əmələ gəldiyinə inanılır.